Sabahınız xeyirli olsun değerli izleyicilerimiz. Xoş gördük sizi. Dostum Mr. Kodla sizi salamlayırıq. Məktəblər arası Milli Hakaton yarışmasının bugün 3-cü günüdür. Artıq bugün final turunun 3-cü gününü yaşayırıq və məlumat üçün bildirim ki, bugün 30 nəfər qalibimiz müəyyənləşəcək və onlar sabah, yəni 1 dekabr tarixində mükafatlandırılacaqlar. Və bugün 3-cü gün haqqında ümumi məlumatları isə biz yaxınlaşacağıq layihə meneceri Mədinə xanım Əlizadəyə. Mədinə xanım, xoş gördük sizi. Xoş gördük. Necəsiz? Yaxşı olasınız, siz necəsiniz? Çox sağ olun. Bir neçə dəqiqədən sonra, təqribi 8 dəqiqədən sonra artıq şagirdlərimiz onlara verilən tapşırıqları yekunlaşdıracaqlar və nəticələr elan olunacaq. 3-cü gün haqqında sizə məlumatlar alaq. Hal-hazırda gördüyünüz kimi münsiflər heyətimiz layihələrini qiymətləndirmək üçün hazırlaşırlar. Burada 300 gəncimizin çox fərqli ideyaları var, 4 кейsdən və düşünürük ki, hər biri çox uğurlu nəticə göstərəcək. Son 7 dəqiqədən sonra artıq qiymətləndirmə başlayacaq. Şagirdlər heç bir şəkildə layihələrinə müdaxilə edə bilməyəcəklər və gün sonunda artıq biz hakatonun final mərhələsini yekunlaşdıracağıq. Əla, təşəkkür edirik. Ümumiyyətlə, bilmək istəyirdim, bu 3 gün ərzində necə gedirdi hazırlıqlar? Çox gözəl keçdi, gözlədiyimizdən də hətta yaxşı keçdi. Bu qədər innovativ gənclərimizin olması bizdə ümid işığı yandırır. Bugünün şagirdləri, sabahın tələbələri və bəlkə də bir gün, bugün böyük bir startup olaraq gördüyümüz layihə sabah bu şagirdlərdən birinin layihəsi olacaq. Onlar hətta buna hazırlaşırlar. Bəzilərinin artıq ideyaları var ki, bu layihə üzərində daha da təkmilləşdirib startupda inkişaf elətdirsinlər. 3 günümüz çox gözəl keçdi. 2 gün ərzində onlar layihədə işlədilər, layihə üzərində işlədilər. Artıq bugün isə əsasən təqdimat olacaq. Siz qeyd etdiniz ki, münsiflər layihələrə artıq qiymət verəcəklər və bildiyim qədərilə burada həm yerli, həm xarici münsiflər iştirak edir. Bəli, bir neçə sahədən, bir neçə şirkətdən bizim münsiflər heyətimiz var. Ölkənin aparıcı IT şirkətlərindən münsif heyətimiz var. Həmçinin xaricdən gələn münsiflər heyətimiz var ki, onlar da layihələrimizi qiymətləndirəcək. Çox təşəkkür edirik, uğurlar arzulayırıq sizə, sağ olun. Bəli, dəyərli izləyicilərimiz, bir daha qeyd etmək istəyirəm ki, bugün məktəblər arası Milli Hakaton yarışmasının final turunun 3-cü günü yaşayırıq və Çingiz, xahiş edəcəm biz şagirdlərimizi göstərək ki, onlar 6 dəqiqədən sonra artıq onlara verilən tapşırıqları 6 dəqiqə ərzində bitirməlidirlər və az öncə də qeyd edilən kimi 6 dəqiqənin sonunda isə onlar heç bir müdaxilə artıq edə bilməyəcəklər və belə deyək də artıq münsiflər heyəti öz rəylərini bildirəcəklər. Və yenə qeyd etmək istəyirəm ki, 30 nəfər qalibimiz müəyyən olunacaq və onlar 1 dekabr tarixində, yəni sabah mükafatlandırılacaqlar. Düşünürəm ki, burada qalib və yaxud da məğlub yoxdur, çünki bu yerə gəlib çatmağın özü böyük bir qalibiyyətdir. Ümumiyyətlə, bu layihədə iştirak etməyin özü bir qalibiyyətdir. Çünki biz 3 gün ərzində məhz komandalarla tanış olduq ki, komandalar daxilində tək bir, yəni belə deyək də, məktəbin şagirdi yox, müxtəlif məktəblərdən şagirdlər bir komanda halında birləşirlər və onlar burada kommunikasiya əlaqələri qururlar. Eyni zamanda dostluq şəbəkəsi genişləndirilir. Yəni bu layihənin əhəmiyyəti də məhz bundadır. Eyni zamanda gənc şagirdlər arasında, gənclər arasında innovasiya olan marağı daha da artırmaqdan ibarət ki, məhz bizim şagirdlər də düşünür ki, bu layihədə məhz buna yiyələndilər, sahib oldular və bir daha qeyd etmək istəyirəm ki, təqribi Çingiz bəy, xahiş edəcəm monitoru göstərək. 5 dəqiqə qalıb, son artıq 4 dəqiqədən sonra məhz layihələrin, belə deyək, tapşırıqların, yəni bizim şagirdlər tapşırıqları artıq sonlandıracaqlar. Bizdən isə hələlik bu qədər və bizim, belə deyək, ara sıra canlı bağlantılarımız davam edəcək və qeyd etmək istəyirəm ki, Təhsil TV vasitəsilə siz canlı yayımları birbaşa izləyirsiniz.